yağ faizini aşağı salmaq istəyirəm. Bölüşmək istəyirlər. Gəlirəm. 30 gün qaldı. Salam, xeyir olsun əziz izləyicilər. Bugün 27 mart, 26 aprel sənəsinə 30 gün qalır. İstəyirəm gedişatı, fikirlərimi. Bir sözlə, bu yarış günündə nələr edirəm, onları sizdən düşürüm. Ümid edirəm ki, yaxşı bir video çıxardaram ortaya. Maraqlı gələr sizə. Maraq qatmaq üçün videoya bacardığımı edəcəm. Məni də nəzərə alasınız ki, mənim editorum yoxdur. Yəni hər şeyi öz başıma eləməyə çalışıram. Həm çəkməyi, həm montajlamağı yalnız özüm edirəm. İndi səhər yuxudan durmuşam, gedim çəkiyə baxım. Çəkiyə 72 kilo. Yarışa 30 gün qalmış, form belədir. Vakuuma baxaq. Burada da səhər yeməyimdir. Burada yulaf kakao bitter şokoladdan hazırlanmış səhər yeməyi. 2 tam yumurta, 2 dənə də tam yumurta ilə hazırlanan küşü, bir dənə də yaşıl çay. Bunu yiyeyim, çantamı da yumuşam. Dərhal zala, kardiyoya. Uşaqlar, artıq yol aldım zala. Səhər kardiyomu eləyim. Daha sonra tələbələrimin məşqim keçsin. Sonra isə ağırlıq idmanı yenidən kardiyo. Günlük belə olacaq. Gün belə olacaq daha doğrusu. Keçir. Panyatka salam da. Rayondan gəlmiş. Nələrə oxşuyuram. Şıqılıq asası gedəcəm. Və yaxud da Ertuğ Tazanın məlumatlandırıcı videolarından qulaq asası gedəcəm. Hormonlarla bağlı çox şey öyrənməm lazımdır. Uşaqlar gəldim zala, artıq kardiyodayam. 20 dəqiqədə hətta edirəm. Çox güman ki, minimum 40 dəqiqədə kardiyonu davam edəcəm. Bu günün ilk kardiyosudur. Və qalıb axşam kardiyosu. Ağır idmandan sonra. Kardiyoda belə bir nəticələrə baxaraq edirəm. Və təbii ki, anda baxacaq. Uşaqlar, tamına 100 dəqiqə kardiyomuz oldu. Bu bizim günün birinci kardiyosuydu. Bazardığım qədər bildiyiniz kimi çox kardiyo eləməyə çalışıram ki, daha çox yağ yandıra bilim və daha yaxşı qidalana bilim, mikro-makro dəyərlərimi tamamlaya bilim. İndi yeməyimi yeyəcəm. Ondan sonra gedəcəm tələbələrimə məşqimi keçim. Sonra özüm ağır idmanımı eləyim. Tanış olun, onlayn tələbəmdir. Mən burada çalışdığım üçün gəlib məni görməyə sağ olsun. Belə tələbələrimiz də var. Xoşdur gəlməyim də, səndən məşq etmək də xoşdur. Uşaqlar, günlük rutinimdən danışmaq istəyirəm. Bildiyiniz kimi demişdim, gündəlik 2 dəfə kardiyomu edirəm durma zamanı. Bacardığım qədər maksimum yağ faizini aşağı salmaq istəyirəm. Səbəb isə tək men's fiziki yox, bodybuilding kateqoriyasında çıxacağam. O səbəbdən bacardığım qədər kardiyoları artırmışam. Və son 4 həftə qaldığı üçün artıq demək olar idmanımı biraz yüngülləşdirmişəm.
təşvişli hərəkətləri proqramından ləğv elədim. Gün ərzində nələr edirəm? Səhər yıxanırdım, kardiomu edirəm, düşün kardiodan yeməyimi yeyirəm yenə. Tələbələrimə məşqi keçirəm. Tələbələrə məşqi keçirmək mənim üçün fasilədir. Yeməyi yedim, fasilə verdim. Bir də yeməyimi yeyirəm, daha sonra energetik içkilərimi içib, kafeinimi içib, başlayıram ağırlıq idmanıma. Və onunla bitirdikdən sonra keçirəm kardioya. Evə gəldikdən sonra da iş bitmir. Günün səhər yeməyini hazırlamalıyam. Səhər o qədər yorğun oyanıram ki, artıq duran kimi yeməyimi yemək istəyirəm. O səbəbdən aşağıdan hazır qoyuram. Həm də ikinci bir səbəb odur ki, soyuducu saxladıqda soyuq olduğu üçün su atmamın da biraz yardımcısı olur. Gün ərzində sakitləşdirici musiqilərə qulaq asıram. Çünki stressdən bazardığım qədər bildiyiniz kimi uzaq durmalıyam. Məşq zamanında fonku stressimi bazardığım qədər ağırlıq idmanında çatmağa çalışıram. Mən də qeyd etmək istəyirəm bir şey. Uşaqlara onu deyim ki, nə qədər olmasa Rüfət bəzən videoları, bu cür videoları gecə paylaşır. Siz daha çox dərinliyinə fikir vermirsiniz. Amma bir tələbəsi olaraq da mən görürəm ki, həqiqətən bacardığı qədər çox təmkinli olmağı, çox sakit olmağı çalışır. Nə qədər də qurma müddətində adam əsəbli də ola bilir, hövsələsiz də ola bilir, amma maşallah Rüfət bunun üstəsindən layiqincə yerinə gəlməyə bacarır. Yəni İnşallah da bacarığın əziyyəti yerdə qalmaz. Qələbə üçün çalışır. Ümid edirəm ki də qələbəsini layiqincə də əldə edəcək. Uğurlar olsun. İnşallah, təşəkkür edirəm. Günlərdən fərqli olaraq bu gün tələbələrimlə idman atacağam. Sağımda İmaməddin, Xoş gəlibsən. solumda da Elman. Və ikisi də gələcəkdə səhnəni bölüşmək istəyirlər. Elman mənə söz verib ki, gələn il səhnədə bəs Elmanı görəcəm. Sözü doğrula biləcəksən. İnşallah. İnşallah. İmaməddin əslində bəzi problemləri var, yarış hazırlığı, ona görə hələ ki keçə bilmirik. İnşallah ki öhdəsindən gəlsək İmaməddin də səhnədə görəcəyik. Biz başlayaq idmana. Upper body idmanında üst bədən günüdür. Başlayıram Makinerovdan. Tələbələrimin yaşının kiçik olmağına baxmayaraq 40, 45, 45, 90 kilo ilə rov atır hər ikisi. Uşaqlar, ikinci hərəkətimiz chest fly-dır. Azərbaycan dilində desək, sinəyə atış hərəkətidir. Sinənin üstünə olacaq bu atış hərəkəti, bu fleksiyon. Gəlirəm. 30 gün qaldı. Və ağırlıq idmanını bitirib günün ikinci kardiosunu edirəm. Burada da tələbəm yanımda. Necə keçdi Elman məşq? Super. Özü yaxşı hiss edirsən? Bəli. İnşallah çəkdiyimiz əziyyətlərin nəticəsini görəcəyik. Biceps sıx. 2010 ya uşaqlar, 15 yaş. Maşallah var. Neyse, mən də bunu bitirib acımışam. Gedəcəm yeməyimi yeyim. Uşaqlar, həqiqətən çox yorğunam deyə artıq tripodu
quraşdırıb video çəkməyə halım qalmıyor. Əlimdə belə ön kameradan çəkirəm. Günün 4-cü yeməyini yeyirəm. Yanında 3 litrlik bidon, kahı və yenə kartof toyuq sinəsi. Günün çox hissəsini kartof yeyirəm. Çünki qida dəyəri çox aşağıdır. Kalori dəyəri baxımından, karbohidrat dəyəri baxımından. Bu da məni çox yeməmə şərait yaradır. Buna görə də günün çox hissəsində qidalarımı kartof ilə tutmağa çalışıram. Yağış hələ dayanmıyor, hər yer sudur. Sınxanı qurtaracağım bu yağışda. Uşaqlar evə gəldikdən sonra səhər yeməyimin qarşımını hazırladım və idealdır. İndi bunu atacağım soyuducuya, soysun, səhərə dadlı olacaq. Soyuq dadı ilə. Yulafdır, kakao tozdur, badamdır, banandır. Bir də bitter şokolad. Çox dadlıdır, yumurta ilə yaşıl çayın yanında çox ideal gəlir. Siz də məndən onlayn olaraq idman və qida proqramı ala bilərsiniz. Qida proqramını alaraq siz də qida rasionunuzu, diyetinizi təşkil edə bilərsiniz və maraqlı edə bilərsiniz. Bura qədər izlədinizsə, sizə də təşəkkürümü bildirirəm. Dəyərli zamanınızı mənim üçün ayırdığınız üçün. Aha, bir də kanalıma abunə deyilsənsə, abunə olmağı da unutma. Videoda like atın zəhmət olmasa. Çünki burada əziyyət var.